Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kender kuluna, adı güzel, özü güzel Muhammed. Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kenter kuluna, adı güzel, özü güzel Muhammed. Adı güzel, özü güzel Muhammed. Mümin olanların çoktur cefası, ahirette olur sevgi sefası. 18.000 alemin Mustafa'sı. Adı güzel, özü güzel, adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kenter kuluna, adı güzel, özü güzel Muhammed. Adı güzel, özü güzel Muhammed. Adı güzel, selamu aleyke ya Resulallah. Canım kurban olsun senin yoluna. Salam hadi. Allah kabul etsin. Hazır gündemde xahiş edirik gerçekleştireceğiniz. Bismillahirrahmanirrahim. Aziz mümin kardeşler, müsabaqlar. Hamınızı Allah'ın salamıyla salamlayıram ve bu güzel Son bayram münasibetiyle her birinizi tebrik edirəm. Bellidir ki, İslam'da birçok bayramlar var. Bunlardan esas 4'e qeyd olunur. Ramazan bayramı, təzə yola saldığımız Qurban bayramı, Cümə günü və Qədirxum bayramı. Ben Kəbəray Umudvan kardeşimle telefonla danışanda dedi ki, senin Qədirxum bayramı münasibətini təbrik edirəm və səni məclisə dəvət edirəm. Təbii ki, hamımız bildik ki, bu ayın 18'inde qeyd olunmalıdır. Ben sual eləyəndə çok güzel məntiqli bir söz dedi. Dedi ki, ben müjdəçiyəm. Yəni Qədirxum bayramının gəlməyini xəbər verirəm. Və elə insanlar olur ki, fikirli olur, bayram bir gün gəlir, keçir, fikirləşir, vay, mən bu bayramı keçirdə bilmədim və qarşılaya bilmədim. Ona görə də necə ki, qaranquş gələndə biz deyirik ki, yaz gəlir. Bugünkü gündə də qardaşımız müjdəçi oldu və Qədirxum bayramının gəlməyə bizə xəbər verdi. Allah razı olsun. Mən bir şey diqqət elədim. Mevla sözüne, o Peygamberimizin demek günah hərçindən qayıdarkən dediği Qədirxumda hacıları saxlayıb, orada dəvənin güyənlərindən bir minbər düzəltdilər və Peygamberimiz sallallahu aleyhi ve sellem o minbərə qaldı ki, bütün hacılar onu görsün və orada bu fikri ifadə elədi ki, mən kimin mövlasıyamsa, Əli əleyhissalam da onun mövlasıdır. Mövla deyəndə mən bunu özümdə bir ixtiyar sahibi kimi başa düşürəm və əslinə baxanda hamımızın Quranda oxuyarkən rast gəldiyimiz ayədir. Allah Teala kitabən Peyğəmbərinə buyurur ki, sizin mövlanız Allah, onun Peyğəmbəri iman gətirib namaz qılan və ruku halında zəkat verən şəxsdir. Allah bəllidir, əstağfurullah. Peyğəmbəri də bəllidir. Və sual edək, iman gətirən şəxs. Yenə hamıya bəllidir ki, birinci iman gətirən şəxs Əli əleyhissalamdır.
namaz qılıb, uyku halında zəkat verən yenə Əli əleyhissalamdır. Yəni, əslinə baxanda Peyğəmbərin dediyi bu söz, məşhur bir söz, Qədirxum məkanında Quran ayəsidir. Yəni, Allahın buyurduğu bir fikirdir. O biri tərəfdən fikirləşirik. İslam tarixində kim mövlaya daha layiq ola bilər? Demək, Əli əleyhissalam Kəbədə doğulub. Yəni, onun anası Fatimə bint Əsəd Kəbədə ziyarət vaxtı təvaf eləyəndə sancıları tutur və Allaha belə dua edir. Ey mənim Rəbbim Allahım, mənim doğuş sancılarımı yüngülləşdir. Sənə and verirəm bu Kəbəyə və bu Kəbəni inşa edənlərin haqqına. Onda məşhur yəni hadisədir. Kəbənin bir seni yarılır və təklif olunur ki, xanım Kəbəyə daxil olsun. Və Əli əleyhissalam orada dünyaya gəlir. Əli əleyhissalamın zərbətlənməsi, şəhadətə yetişməsi, yəni Kərbəlaya gedənlər daha yaxşı bilir, Küfə meçidində olub. Və bu ikisinin arasında Əli əleyhissalam kimin qucağında böyüyüb, kimin tərbiyəsini alıb, kimin əxlaqı ona hukuk. Demək, məşhur söz yenə Peyğəmbərimizin, mən elmin şəhəri, Əli isə onun qapısıdır. Elm öyrənmək istəyən qapıdan daxil olmalıdır. Belə üstünlüklər İslam tarixində daha kimə məxsusdur? Şirrəşdük heç kimə. Demək, Əli əleyhissalam Mövladır ki, Mövla. Mən çox yormaq istəmirəm sizi. Yenə bu gözəl bayram münasibəti ilə hamınızı təbrik edirəm və Kərbəlayı Muzvar qardaşıma da çox sizin hamınızın adından, öz adından təşəkkür edirəm ki, bizi belə bir yerə yığıb və onun bütün təklifləri doğrudan da yəni hər adama nəsib olan təkliflər deyil. Təşəkkür edirəm Kərbəlayı. Hamınıza can sağlığı arzulayıram və təqva paltarı ilə geyinib İslam yolunda addımlamaq arzulayıram. Sağ olun, Allah razı olsun, təşəkkür edirəm.